Salam əziz dostlar, biz bugün əxlaqi bəhslərə, yeni bir layihəyə start veririk. Qur'an-ı Kərimdə əxlaq mövzularına müraciət eləyəcəyik. Ümumiyyətlə, əxlaqi bəhslərin əhəmiyyəti haqqında istəyirik bir-iki kəlmə deyək. Əxlaq mövzusu Qur'anın ən önəmli bəhslərindən biridir və ilahi peyğəmbərlərin başlıca hədəfini təşkil edir. Çünki əxlaq olmadan dinin nə insanlar üçün bir anlamı var, nə də dünyalarını abadlaşdırır. Atalar deyir ki, rüzgarın insanları əxlaq ilə diridir. Əxlaqı olmayan insan elə ölməlidir. Bu, ataların şeir şəklində deyilən bir misalıdır. Bir qayda olaraq insan o zaman bu ada layiqdir ki, insani səciyyə və əxlaqa sahib olsun, əks halda ağlından istifadə edib hər şeyi viran qoymağa, oda atmağa çalışan təhlükəli bir yırtıcıdır. Yəni, insan yırtıcıdır. Qeyri-qanuni maddi mənafeyinə çatmaq üçün müharibə başladır. Müharibənin dağıdıcı alovlarını kölələndirməkdən ötürü nifaq toxumları səpir və günahsızları qanına qəltan edir. Qur'an-ı Kərimə müraciət edərək bu həqiqəti onun dilindən də eşidə bilərik. Aşağıdakı ayələrə diqqət edək. Tərcüməsini deyirəm ki, çox uzun vaxt getməsin. Savadsız, Cümə surəsi 2-ci ayə. Savadsız cəmiyyətə özlərindən elçi göndərən odur. Yəni Allahdır. Elçi onlara Allahın ayələrini oxuyur, onları pis əməllərdən təmizləyir, onlara kitabı və hikməti öyrədir. Şübhəsiz ki, onlar daha öncə açıq aydın azğınlıq içində idilər. Başqa bir ayədə Allah Teala buyurur, Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları pis əməllərdən təmizləyən, kitabı, yəni Qur'anı və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu. Böyük bir nemət bəxş etdi. Yəni, minnət qoydunun mənası budur. Halbuki bundan əvvəl onlar açıq aydın zəlalət içərisində idilər. Başqa bir ayədə, yəni bu ayə Ali İmran surəsi 164-cü ayə idi. Başqa bir ayədə buyurur ki, həmçinin qibləni dəyişməklə nemətini sizə təqdim etdiyimiz kimi sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Bəqərə surəsi 151. Həmçinin, ey Rəbbimiz, başqa bir ayədə, onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, sənin ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin, paçlasın. Çünki sən qüdrətli və hikmətlisən, bu işə qadirsən. Həmçinin yenə Bəqərə surəsi 129-cu ayə. Nəfsini təmizləyən nicat tapmışdır. Nəfsini günahla bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur. Bu da başqa bir ayə, Şəms surəsi 9-cu 10-cu ayələr. Həqiqətən günahlardan təmizlənən şəxs uğur qazanmışdır. O şəxs ki, Rəbbinin adını yad edib sonra namaz qılmışdır. Bu da Əla surəsi 14-cü 15-ci ayələr. Həqiqətən biz Loğmana hikmət verdik və ona dedik ki, Allaha şükr et. Bu da Loğman surəsi ayə 12. İlk 4 ayə əslində bir həqiqəti çatdırır. Belə ki, İslam peyğəmbərinin peyğəmbərliyə seçilməsinin əsas hədəflərindən biri nəfsin saflaşdırılması, insanların tərbiyəsi və gözəl əxlaqi xüsusiyyətlərin inkişaf etdirilməsi olmuşdur. Hətta ilahi ayələrin oxunuşunu, kitab və hikmətin təlimini, nəfsin saflaşdırılması və insanların tərbiyəsi üçün bir müqəddimə saymaq olar və bu da əxlaq elminin başlıca hədəfini təşkil edir. 3 ayədə saflaşdırmanın təlimdən öncə keçməsinin hikməti, yəni birinci saflaşdırmadır, sonra təlimdir ayədə. Önə keçməsinin hikməti, 3 ayədə saflaşdırmanın təlimdən önə keçməsinin hikməti bəlkə də elə budur. Nəfsi saflaşdırmanın əsas və son hədəf olması buna əsas verir. Hərçənd praktiki olaraq təlim ondan öndə gəlir. Əgər başqa bir ayədə təlim saflaşdırmadan öndə gəlirsə, təbii və xarici tərtibin göstəricisidir. Yəni, bir qayda olaraq, təlim nəfsi saflaşdırmanın müqəddiməsidir. Deməli, ilk və sonraki ayələrin hər biri məsələyə fərqli aspektlərdən yanaşır. Bu ehtimalı yuxarıdakı 4 ayənin təfsirində də vermək olar. Belə ki, saflaşdırmanın
3 ayədə təlimdən öncə keçməsi və bir ayədə sonra gəlməsindən məqsəd bu ikisi, yəni təlim və tərbiyə arasındakı qarşılıqlı təsirin olmasıdır. Yəni düzgün təlim, əxlaq və nəfsi saflaşdırmanın keyfiyyətini artırdığı kimi, insanda əxlaqi səciyyələrin varlığı elm və biliyin səviyyəsini yüksəldir. İnsan inad, təkəbbürlük, xudbinlik və körkörənə təəssübdən uzaq olduğu, elmi inkişafın qarşısını alan sədləri dağıtdığı zaman elmin həqiqətinə vara bilər. Əks təqdirdə əxlaqi çatışmazlıqlar gözünə, qəlbinə pərdə çəkəcək ki, bu da həqiqəti olduğu kimi görməyə mane olacaq, nəticə etibarilə haqqı qəbul etməkdən saxlayacaq. Qeyd edilənlər yuxarıdakı 4 ayədə də diqqət mərkəzindədir. İlk ayədə əxlaq müəllimi olan Peyğəmbərin gəlişi ilahi nişanələrdən biri kimi qeyd edilib. Təlim və tərbiyənin tərəf müqabilini zəlalun mubin, yəni aşkar azğınlıq sayır. Siz bundan öncə açıq-aşkar zəlalətdəydiniz deyir və bu da Qur'anın əxlaqa sonsuz diqqətini göstərir. İkinci ayədə əxlaq tərbiyəçisi, kitab və hikmət müəllimi olan Peyğəmbərin seçilməsini Allahdan gələn böyük bir minnət, əzəmətli nemət olaraq yad edir. Bu da əxlaqın əhəmiyyətini göstərən başqa bir dəlildir. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişdirilməsindən bəhs edən ayələrdən sonra gəlmiş 3-cü ayədə bu dəyişiklik böyük bir nemət kimi yad edilir. Ayədə buyurulur, bu nemət İslam Peyğəmbərinin seçilməsi neməti ilə eynidir. Hansı ki, təlim tərbiyə vermək, nəfsi saflaşdırmaq və adi halda insana müyəssər olmayan işləri öyrətmək məqsədi ilə həyata keçmişdir. 4-cü ayədə diqqət çəkən digər bir məqam Həzrəti İbrahimin diləyi və Allah dərgahına dua etməsidir. O, mühüm bir ilahi işi yerinə yetirdikdən, yəni Kəbəni tikdikdən sonra bəzi dualar edir. Ən əhəmiyyətlisi müsəlman ümmətinin və Peyğəmbər seçiminin, hansı ki, işi, kitab və hikmət təlimi, nəfslərin tərbiyə və saflaşdırmaqdır, onun nəslindən olması arzusudur. 5-ci ayənin diqqət çəkən məqamı isə bundan ibarətdir ki, Qur'an ən uzun andları, bu andlar xaliq və məxluqa, yer və göyə, aya və günəşə, bir də insan canına and içən 11 ayənin məcmusudur. Qeyd etdikdən sonra, həmin bu uzun andları qeyd etdikdən sonra buyurur, nəfsini təmizləyən nicat tapmışdır, nəfsini günahla bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur. Bu ardıcıl və misilsiz təkidlər Qur'an-ı Kərimin əxlaqı təkmilləşdirmək və nəfsi saflaşdırmağa əhəmiyyət verdiyini göstərən aşkar sübutdur. Eyni məna az fərqlə 6-cı ayədə gəlib. Maraqlısı budur ki, sözü gedən ayədə əxlaqı düzəltmək, namaz və Allahı yad etməkdən öndə gəlib. Belə ki, nəfsin saflaşdırılması, qəlbin saflığı və ruhun səfası əxlaqi səciyyələr fonunda olmasa, nə Allahın zikri bir yerə çatdırar, nə də namaz mənəviyyat gətirər. Nəhayət son ayədə böyük əxlaq alimi, böyük əxlaq müəllimi olmuş Loğmandan söz açılır. O əxlaq elmini hikmət adlandırır və deyir, biz böyük bir hədiyyəni, hikməti Loğmana verdik. Sonra isə ona əmr etdik ki, bu böyük nemətin şükrünü yerinə yetirsin. Loğman surəsinin ayələrinə istinadən Loğmanın xüsusiyyətlərinin nəfsi tərbiyə etmək və əxlaqı təkmilləşdirmək olduğunu nəzərə alsaq, ayədəki hikmətdən məqsədin əməli hikmət və ona gətirib çıxaran dərslər, yəni tərbiyədən ötürü təlim olmasıdır. Nəticə olaraq yuxarıdakı ayələrdən belə başa düşülür ki, Qur'an-ı Kərim əxlaqi məsələlərə və nəfsin saflaşdırılmasına köklü bir bəhs olaraq böyük əhəmiyyət verir, hansı ki, digər həyati proqramlar ondan qaynaqlanır. Başqa sözlə, bütün İslam qayda qanunları və şəriət hökmləri üzərinə kölgə salır. Fərd və cəmiyyətin əxlaqi tərəqqisi səmavi dinlərin istinad etdiyi ən vacib hədəflərdəndir. Belə ki, onu bütün ictimai islahatların təməli, fəsad və qanunsuzluqlarla mübarizədə intensiv vasitə sayır. İndi də İslam hədislərinə müraciət etməklə məsələnin əhəmiyyətini hədis baxımından araşdıraq, bunu da gələn bəhs oxuyarıq inşallah. Sağ olun.